Salam əziz abituriyentlər, 11 yanvar 2026-cı il tarixində 10-cu sinif 2-ci qruplar üçün keçirilmiş güvən sınağı 8-in tarix sualları ilə tanış olaq. 31-ci sual Eneolit və son tunç dövrləri üçün ümumi cəhət. Qobustan qayasu təsvirləri əsasında öyrənilməsi. Bəli, bu doğru cavabdır. Eneolit dövründə demək Ovsun mərasimləri keçirilən ərazi məhz Qobustan qayalıqları idi. Son tunç dövründə bildiyimiz kimi Qobustandan piktoqrafik yazılar tapılmışdır. Digər variantlara baxsaq, hərbi işin əsas məşğuliyyət sahəsi olması bu son tunç dövrünə aiddir, Eneolitə aid deyil. Xış Eneolitdə yoxdur, tunç dövründə kəşf olunub. Qəbilənin həyatında qadın mühüm olan ancaq Eneolitə aiddir. Son tuncda ata xaqanlığıdır, tayfadır, qəbilə yoxdur. Ölülərin yaşayış məsələni kənar dəfn edilməsi erkən tuncda yaranıb, Eneolitdə yoxdur. Güclü ordusu olmasına baxmayaraq Xarəzmşah Məhəmməd Monqollar açıq döyüşə girməkdən çəkindi. O daha çox şəhərlərin qala divarlarını möhkəmləndirməklə müqavimətə üstünlük verdi. Çingiz xan Xarəzmşah dövlətinin əsas mərkəzlərinə eyni vaxtda hücum etmək üçün ordunu hissələrə böldü. Şəhərlər dağıdıldı, əhalinin bir qismi qılıncdan keçirildi. Xarəzmşah Məhəmməd Monqollara müqavimət göstərə bilmədi. Verilənlərə əsasən Monqollar bildiyimiz kimi 1219-1221-ci illərdə Xarəzmşahlarla Monqollar arasında mübarizə baş vermişdi və mübarizədə Çingiz xan qalib gələrək Mərkəzi Asiyanın işğalını başa çatdırmışdı. Bu da doğru cavab kimi B variantında verilib. Şirvanşah 1-ci İbrahimin Azərbaycanın uzun müddət vahid dövlətdə saxlaya bilməməsinə mane oldu. Bildiyimiz kimi 1406-cı ilin yazında İbrahim 2 ay müddətini Azərbaycan vahid birləşdirmişdi. Lakin həbsdə olan Qaraqoyunlu Qara Yusiflə Cəlaliri Sultanahməd həbsdən çıxaraq Təbrizə gəlməyi onu öz ölkəsinə, Bakıya geri dönməsinə səbəb oldu. Xəritədə Şahmiş dövlətin 13-cü yüzlə aid tarixi hadisələrini müəyyən edin. Bura bildiyimiz kimi Hindistandır və Hindistanda da 13-cü yüzlükdə Dehli Sultanlığı var idi. Dehli Sultanlığa aid xüsusiyyətləri seçməliyik. Monqol hücumlarına qarşı mübarizə, bəli, həm Qutbəddin Aybəkdən etibarən demək Eltutmuş xanın dövründə, Qiyasəddin Balabanın dövründə, sonralar Əlaəddin Xələcin dövründə Dehli Sultanlığı bu yürüşlərə məruz qalıb və bu yürüşlərin qarşısında dəf etməyi bacarıb. Xarəzmşah Cəlaləddin himayə edilməsi, bəli, bu Eltutmuş xanın dövrünə aiddir. Eltutmuş xan 1211-36-cı illərdə hakimiyyətdə olub və o Cəlaləddinə dəstək olmuşdu. Sultan Mahmud Qəzvinin yürüşünə məruz qalması. Sultan Mahmud Hindistana yürüş edəndə, yəni 998-1030-cu illərdə hakimiyyətdə olub. 10-11-ci əsrlərdə yürüş edəndə burada Dehli Sultanlığı yox idi. Həmçinin testdə də 13-cü yüzillik şərtinə uyğunlaşdırmalıyıq. Abbasilər xilafəti dostlarla saxlanması, bu da Eltutmuş xanın hakimiyyət dövrünə aid xüsusiyyətdir. Eltutmuş xan Hindistan sultanı titulunu almışdı Abbasilərdən. Əfqan mənşəli sülalənin idarə olunması, bu Dehli demək 15-ci əsrin ortalarında bu sülalə hakimiyyətə gəlmişdi. 1-2-4 13-cü əsr Dehli Sultanlığına aiddir. Monqol əyanlarının Qaraqorumda qurultay çağırıldığı ildə Azərbaycanda. Bildiyimiz kimi Qaraqorum qurultayı 1235-ci ildə çağırılıb. Demək, bu qurultayın çağırılması zamanı Azərbaycanda bildiyimiz kimi Kəssanlar sülaləsinin hökmranlığına son qoyuldu. Bu 1382-ci ildədir. Aid deyil. Gəncə şəhər Monqol tərəfindən dağıdıldı. Bəli, 1235-ci ildə doğru cavabdır. Əlincə qalasının Teymura tabe olması 1400. Məhəmməd ibn Şəddadın Dəbildə müstəqil əmir yatması 951 Dəbil əmirliyi. Xürrəmlərin yatırılması 837. Eradan əvvəl 1-ci əsrin 20-ci ilində Atabəydən Roma münasibətinə aiddir. Əhalinin Balyaksın başçılığı üsyana qaldırması Eradan əvvəl 320 demək 327-28-ci illərə aiddir. Bu üsyanı da yatırılarkən Azərbaycanda heç Atabəydən dövləti yox idi. İskəndərə qarşı baş vermişdi bu üsyan və Atropatda yatırmışdı. Fraspa döyüşü eradan əvvəl 36-cı ilə aiddir. 1-ci əsrin 30-cu illəridir. Eradan əvvəl bizə 20-ci illər lazımdır. Atropatın Selevkilərin cümlə son qoyulması Roman köməyi ilə belə bir şey olmayıb. Atropatin Lukul və Pompey yürüşlərinin məruz qalması bu eradan əvvəl 1-ci əsrin 1-ci yarısı xüsusiyyətləridir. Yəni 20-ci ilə 2-ci yarısına aid deyil. Roma imperatorunun Atropatinlə yeni hökmlər hakimiyyət gəlməyə kömək etməsi. Bəli, eradan əvvəl 20-ci ildə Oktavian Avqustun dəstəyi ilə Atropatenada Arxiobarzan taxta çıxmışdı. Doğru cavabımız E variantı. Əmir Teymurun hərbi işlərinə bağlı uyğun fikir müəyyən edin. Burada diqqətli olaq abituriyentlər, çünki burada doğrunun altında doğru variant seçilməlidir, yanlışın altında da yanlış. Yəni şahidlər bəzən texniki olaraq burada səhvə yol verir. Yanlış hissələrə doğru məlumat seçir. Elə olmamalıdır. Terik çay sahilində qələbə qazanıb, bəli, 1395-ci ildə Teymur qalib gəlib.
Toxtamışa. Şimali Çin ümumiyyətlə Çinə yürüş edə bilmədi. Delhi Sultanlığının tabe edilməsi 1398, bu da doğru cavabdır. Yanlışın altında Cənubi Qafqaza hərbi yürüş edib, bəli, 3 dəfə, məsələn 1386 birinci yürüş. Bu yanlış deyil, doğru cavabdır. Osmanlı qoşunlarının məğlub edilməsi 1402 Ankara. Bu da doğru cavabdır. Şeybani dövləti mübarizə aparılması Teymurun dövründə deyil. Şeybanilərlə ilk mübarizə Uluqbəyin dövründən başlayır. Sonra Hüseyn Bayqaranda mübarizə aparır və elə Şeybanilər də Teymurlara son qoyur. Teymur dövründə Şeybanilərlə mübarizə aparılmayıb. 1, 3, 6 cavabımız A variantı. Məntiqi ardıcıllıq. Elxani Qazanxan Anadolu Səlcuqlar üzərində yürüşü 1302. Anadolu Səlcuq Sultanlığı zəifləməsi və bunun nəticə etibarilə də Osmanlı dövləti yaranır. Beləliklə Osman Qazi öz bəyliyini müstəqil idarə etməyə başlayır. 1225-ci ildə Xarəzmşah Cəlaləddin Təbrizə yürüş etdi. Təbrizlər düşmənə qarşı mübarizəyə qalxdılar. Onlar 7 gün mərklə vuruşdular. Lakin Cəlaləddin şəhər yanları ilə sazişə girib şəhəri tutdu. Beləliklə Eldəniz dövləti süqut etdi. Mətndə fəaliyyətindən bəhs olunan hökmdarın Toxtamış xanla ümumi cəhəti. Bildiyimiz kimi Toxtamış xan da 1385-ci ildə Azərbaycana, yəni Təbrizə yürüş edib. Yəni Təbrizin ələ keçirilməsi hər iki hökmdara aid xüsusiyyətdir. Daha sonra baş vermişdir İngiltərə ilk parlament çağırılması 1265. Monqolların onun çay sahilində qurultay keçirilməsi 1206 onun qurultayı, Monqol dövlətinin yaranması, Uqray görüşü 1480, Osmanlı'nın Çirməndə qalib gəlməsi 1371, Vahid İspaniya 1479-cu ildə yaranıb. Daha sonra dedik ki, üçün doğru cavabımız C variantı. Sxem tamamlayın. Qeyri-qanuni vergilərin toplanması qadağan edildi Qazanxanın vergi islahatı ilə və vergilərin yığılması 3 il müddətinə icarəyə verildi. Və vergi yığılması da bildiyimiz kimi mərkəzi divana, baş divana həvalə edildi. Doğru cavabımız Y variantı. Göstərilənlər aiddir. Dövlətin paytaxtı Həmədana köçdü. 1175-ci ildə Məhəmməd Cahan Pəhləvan Axsunqurlarla mübarizə apardı və Təbrizi onların əlindən aldı. Təbriz uğrunda döyüşürdü. Səlcuq sultanlarının payları, iqtidarı da, torpaqları da öz tərəfdarları arasında bölüşdürüldü. Bu da dediyimiz kimi Məhəmməd Cahan Pəhləvana aiddir. 1175-1186-cı illərdə Atabəy hökmdarı olmuşdur. Səbəb-nəticə əlaqələri doğrulub verildiyi bənd. Bu İtaliya üsyanı 1381-ci ildə baş verib və İngiltərədə kralın böyük azadlıq xəritəsinin imzalanması 1215 aid deyil. Xaçların Konstantinopol daxil olması 1202-1204 və Latın imperiyasının yaradılması doğru cavabdır. 1265-1-ə qədər mövcudluğunu qoruyub bu imperiya. Verna müqaviləsi 843-cü ildə imzalanıb. Nəticədə Frank imperiyası parçalanıb. 100 illik müharibənin başa çatması isə 1453-dür. Aid deyil. Şaklar üsyanı 1358-ci ildə yatırıldı. Jeanne d'Arc'ın ölümə məhkum edilməsi 1430 aid deyil bu da. Fransada baş ştatlar 1302-ci ildə 4-cü Filip tərəfindən çağırılmışdı və məqsəd ilə Rom papasına qalib gəlmək idi və qələbə qazanmışdı mübarizədə. 2-5 doğru cavabımız. Y variantı. 1140-cı illərdə Səlcuq Azərbaycan qoşunu hərbi əməliyyatların nəticəsində bildiyimiz kimi 1048-ci ildə Səlcuqlarla birləşən demək Şəddadi qoşunları Bizansa ağır zərbə vurmuşdular. Bu sonralar öncələr 1037-1038-ci illərdə olmuşdu. Sonralar 1054-də də hətta anlaşma bağlanmışdı onlar arasında. Bu da 1140-cı illərdə dediyinə görə doğru cavabımız Şərqi Anadoluda Bizansa ağır zərbə vurulması. Digər variantlara baxaq. A variantı məsələn Çağrı bəyin bölgə kəşfiyyat yürüşü 1015-dir. Dəndənəkən döyüşü 1040-dır. Amma bu Azərbaycan qoşunlarına aid deyil. Yəni Azərbaycanla ittifaqı dövrünə aid deyil. Tiflis əmirliyi Səlcuqa tabe edildi 1054, bu da 50-ci illərdir. Bizə 40-cı illər lazımdır. 2009 ailəsinin Azərbaycanla köçürülməsi 1028 Vəhd Sultanın dövrünə aiddir. Gürcü çarı 4-cü David Şirvanşahla müttəfiq olmaqda məqsədləri. Bu da cümlə sualıdır. 4-cü David bununla Səlcuqlara qarşı özünə bir müttəfiq axtarırdı. Həmçinin bölgəni, yəni Azərbaycan qərb torpaqlarını işğal etməyə niyyətlənmişdi. Cavabımız doğru cavab olaraq 2 və 4 A variantı. Afina dövlətində Perikl dövrünə fərqli olaraq Roma Respublikasının ilk dövrlərində. Perikl bildiyimiz kimi 443-428-ci illərdə hakimiyyətdə olub. Roma Respublikası da yerdən əvvəl 509-cu ildən ilk dövrləri ilə bu dövrdə nəzərdə tutulur. Yerdən əvvəl 27-yə qədər mövcud olub. Quldarlara öz torpaqlarını kiçik sahələrə bölərək azad kəndləri icarəyə verirdilər. Bu Perikl dövründə Afinada da var idi. Orduya donanmaya başlayan strateg Romada yoxdur, konsuldur. Yoxsullara dövlət müəssisələrində çalışa bilmək üçün əmək haqqı verilmirdi. Bəli. Afinada verilsə də bu əmək haqqı, Romada əmək haqqı verilmirdi. Ona görə də kəndlilər, demək, kasıb əhali, yoxsul əhali vəzifə tutmağa meyilli deyildi. Vətəndaşların idarə etmədə iştirakı genişləndi.
Perikl dövründə fərqli olaraq deyil. Biz bu Perikl dövründə də görürük bunu. Xristianlara açıq ibarə etmə xüsusiyyəti bu Roma Respublikasına deyil, imperiyasına aiddir. Xəritədə nömrələnmiş ərazilərin hansılara xüsusiyyət verilməmişdir. Monqolların ilk yürüşündə xərac ödəməklə qayıtdan xilas oldu. Bildiyimiz kimi Monqolların ilk yürüşü zamanı 1220-22-ci illərdə 2 şəhər, Təbriz 3 dəfə, Gəncə isə 1 dəfə xərac verməklə dağıntılarından xilas olub. Sazilər və Hulakilərin də paytaxtı olmuş, hər ikisinin paytaxtı olmuş şəhər Marağad, Marağa şəhəridir. İndi xəritəyə baxsaq, burada 1 kimi göstərilən yer Marağad. 2 olan yer Gəncə, 3 Şamaxı, Şirvan bölgəsi, biraz yuxarı verilib, Şirvandır. Sonra 4 Təbriz, 5 isə Ərdəbildir. Bizə deyir ki, hansı şəhərə aid xüsusiyyət verilməmişdir. Dediyimiz kimi Marağaya aid şəhər xüsusiyyəti var, Təbriz var, Gəncə var. Amma Şamaxı ilə Ərdəbilə aid xüsusiyyət yoxdur. Doğru cavabımız B variantı. Auş döyüşündən sonra bildiyimiz kimi Auş döyüşü Adamel 716-cı ildə olub. Azad suiqasd nəslinə öldürülüb. Mannanın Urmiya gölünün şimalındakı itirdiyi ərazidə geri qaytarıldı. Kimin fəaliyyətinə aiddir? Bu Ulusun hakimiyyət dövrünə aiddir. Çünki Ulusun demək azdan sonra hakimiyyətə gəlir və Aşur hökmdarı 2-ci Sarqonun dəstəyi ilə demək torpaqlarını geri almağı bacarır. Mərkəzləşmə siyasətində İranzu deyildi bu dövrdə hakimiyyətdə. İskitlər də ittifaq bu dövrdə yoxdur. Şuandal Dodokosyanlar bundan öncə 719-da Urartunun Asuriya məğlubunda yaralanan Ulusun təbrinə doğru cavabımız D variantı. Midiya Babil qoşununun hücumu isə bu da bu dövrə aid deyil, bundan sonraki dövrlərdir. Avropa Hun Səlcuqlarına aid oxşarlıq. Hər iki dövlət bildiyimiz kimi Bizansdan xərac almışdı. Beləliklə 434-cü ildə Attilanın Bizansa ilk yürüşü xərac almaqla müqavilə bağlandı. Səlcuq dövləti də 1071 Malazgirddən sonra Bizansdan Səlcuq xərac alması üçün müqavilə imzalanmışdı. 50-ci suala baxaq. Sultan Mahmud Qəznəlinin el tutmuş xan və Qızıl Arslana aid Eylerven diaqramında xüsusiyyətləri seçək. Xaricdə cəhadına öz ərazisinə sığınacaq verməsi. Bu biraz əvvəl də testdə var idi. El tutmuş xana aid xüsusiyyətdir. Həmədan döyüşündə 3-cü toğrul məlum etməsi 1190-cı il Qızıl Arslana aiddir. Oğuz Səlcuq tərəfindən Xorasandan yerləşməsinə icazə bu Sultan Mahmud Qəznəliyə aid xüsusiyyətdir. Birinci, sonralar onlar 1028-də də Sultan Mahmuda qarşı Xorasanda qiyam qaldırmışdı. Abbasi xəlifəsi tərəfindən sultan kimi tanınması hər üçün aid xüsusiyyətdir. Tutmuş xanda demək Hindistan sultanı adlanmışdı. İlk öncə Qızıl Arslan Sultan Mahmud Qəznəli sultan titulu qəbul etmişdi Şərq İslam dünyasında. Sonralar da Qızıl Arslan ilə bu 1191-ci ildə sultan titulu qəbul etmişdi. Bu hər üçün aid xüsusiyyətdir. Qaraxanlarla birlikdə Samani dövlətinin bölüşdürülməsi 999-cu il. Bu da Sultan Mahmud Qəznəliyə aid xüsusiyyətdir. 1C, 2A, 3B, 4D, Y variantı. 5-ci əsrin ortaları və 8-ci əsrin əvvəllərində Albaniyaya aid xüsusiyyət bildiyimiz kimi 5-ci əsrin ortaları dedikdə 463 və 487-ci illərdə Albaniyada birinci məzbanlıq dövrüdür. Sasanilər həmin dövrdə Albaniyanı hökmdarsız qoymuşdu, özlərinə tab etmişdi. 8-ci əsrin əvvəllərində, yəni 705-ci illərdə bildiyimiz kimi Albaniya süquta uğradılıb. Hər iki dövrə aid xüsusiyyət daxili müstəqilliyin ləğv edir. Demək Hülakilər dövlətinin Cəlalilərlə oxşar, Qaraqoyunlu ilə fərqli xüsusiyyəti. Şirvanşahlar dövrünün əsas salınması Hülakilərdə var, Cəlalilərdə var, Qaraqoyunda da 1412-də var. Oğuz türkmən boylarının mənsubu Cəlalilər, Hülakilər deyil. Təbriz şəhərinin paytaxta çevrilməsi hər üçünə aid var. Xüsusiyyətdir. Qızıl Ordu xanlarının yürüşlərinə məruz qalması, bəli, bu yalnız Hülakilərlə Cəlalilərə aiddir. Qaraqoyunlu Qızıl Ordu yürüşünə məruz qalmayıb. Əsasında Azərbaycan cənubunda qoyulması, məsələn, Cəlalilər Bağdadda qoyulub, Azərbaycanda deyil, paytaxtda. Teymurilər dövlətinin mədəniyyəti üçün səciyyəvidir. Ömər Xəyyamın Cəlali təqvimini tərif edilməsi, bu Səlcuq hökmdarı Məlikşaha aiddir. Şah Zində məqbərəsi və Uluqbəy rəsədxanası. Nizamiyə mədrəsəsi də yenə də Səlcuqlara Nizami Mülkün dövrünə aiddir. 10-cu arıcılıq İraq Səlcuq hökmdarı Sultan Mahmudun Şirvana yürüşü 1123, Alaşkert döyüşü 1421, Təbrizdə Çoban zülmünə qarşı, Məlikəşəfə qarşı qiyam 1344, Cəlalilər dövlətinin Azərbaycan
Çağlar dövlət təcmilinə qatılması 1367 Şeyx Üveysin Şirvana yürüşü. Xronoloji ardıcıllıq 1, 3, 4 və 2. Xaçı yürüşlərinin baş verməsinin ümumi səbəblərini müəyyən edin. Bildiyimiz kimi Xaçı yürüşləri 1096-cı ildən başlayıb şərqə, həmçinin paralel olaraq 11-ci əsrin əvvəllərində Rekonkist hərəkatı adı ilə Avropada başlamışdı. Roma papaların Avropada müharibə aparan feodalları şərqə yönetmə çalışması, bəli, bu doğrudur. Hakimiyyət mübarizəsi gedirdi və papa bu mübarizəni şərqə yönətmək istəyirdi. Venesiyanın tərkibli xaççıların Bizans üzərinə yürüşü bu yalnız 4-cü xaç yürüşünə aid xüsusiyyətdir. Sualın şərtinə fikir versəz, ümumi səbəbi soruşur. Bu yalnız 4-cü yürüşə aiddir. Türk axınlarına qarşı Bizans imperatorunun papanın yardımı. Bəli, məsələn 1091-ci ildə Peçeniklər Bizansa yürüş etmişdi. Ondan öncə Səlcuqlar yürüş edirdi Bizansa və papadan yardım istəyirdi Bizans bu dövrdə. Avropada baş verən təbii fəlakət və epidemiyalarda bəli bu dövrün müharibələrinin Avropada aparılan hakimiyyət mübarizəsinin nəticəsində baş vermişdi. Papa 2-ci Urbanın müsəlmanları Avropadan qovmağa çağırış etməsi, Papa 2-ci Urban Qüdsə çağırış eləyib. Yəni müsəlmanları Avropadan qovmaq üçün çağırış bundan öncələr dediyim kimi 11-ci əsrin əvvəllərində başlayıb, 11-ci əsrin sonunda yox. Yusif Nəvzat adına Şirvanşah 3-cü Mənçöhür, Azərbaycan torpaqlarının vahid dövlət halına birləşdirilməsi yalnız Yusifə aiddir. Gürcülərə qarşı mübarizə hər ikisinə aiddir. Məsələn, Yusif Nəvzat Gürcüstanı tabe etmişdir, Şərqi Gürcüstanı. Şirvanşah 3-cü Mənçöhür isə 4-cü Davidin yürüşlərinə məruz qalmışdı 1120-1124-cü illərdə. Aslıoğlu dövlətə bac ödəməyi dayandırmışlar. Bəli, bu da hər ikisinə aid xüsusiyyətdir. Yusif Nəvzat 912-ci ildə xilafətə xərac göndərməyə dayandırmışdır. 3-cü Mənçöhürdə Səlcuqlara xərac göndərməyə dayandırmışdır. Ona görə 1123-də 3-cü Mahmud Şirvana yürüş eləmişdir. Ərəb məşhəd sülalə bu 3-cü Mənçöhürə aiddir, Şirvanşahlara aiddir. Yusif ibn Əbsas Sacilər sülaləsindəndir, Türk sülaləsidir. Uyğunluğu müəyyən edin. Eldənizlər dövlətinin əsas salınması bu Şirvanşah demək. Eldənizlərin dövlətindən asılı hala düşməsi bu Şirvanşahlar dövlətinə aiddir. 1160-cı illər. 1160-cı illərində Azərbaycanı birləşdirən İbrahim Şirvanşahlara tabe etmişdi. Qızıl Ordu xan tərəfindən süqut 1357. Bu da Hülakilərin süqutudur. Muş döyüşü 1467-də baş verib Ağqoyunlara məğlub olan da Qaraqoyunlu dövlətidir, Cahanşahdır. Teymurların Azərbaycan torpaqlarının hakimiyyətinə son qoyulması 1408 Sərdurud döyüşü. Bu Qaraqoyunlu dövlətinə aid deyil, diqqətli olmaq lazımdır. Çünki burada dövlətdən söhbət gedir. Dövlət 1410-cu ildə Əsəd döyüşündən sonra yaranacaq. Heç birinə aid deyil. Kəssanlar sülalası tərəfindən idarə edilməsi də bu Kəssanlar sülalası bildiyimiz kimi Şirvanşahlar dövlətindən 1027-1382-ci illərdə mövcud olmuş sülalədir. Situasiya. Mətni oxusaz burada 1-ci İbrahimin Teymurun hüzuruna getməsindən demək Teymuri Şirvanşah ittifaqında danışılır. 58-ci sualda mənbədə bəhs olunan dövrdə Şirvanşahlar dövlətində hansı sülalə hökmranlıq edirdi? Bildiyimiz kimi Dərbəndər sülaləsi 1382-ci ildən hakimiyyətə gəlmişdi və 1538-ci ilə qədər də dövləti idarə etmişdi. Mənbəyə və tarix bildiklərinizə əsasən 1-ci İbrahim hansı iki dövlət arasında manevr etməli öz dövlətini müstəqil qoruyub saxladı? Qızıl Ordu və Teymurilər dövlətləri arasında manevr edir. Teymurlərlə müttəfiq olmuşdur. Sonra 60-cı sualda İbrahimin Əmir Teymurla görüşməsi, mənbədə verilmənin nəticəsi. Burada mənbədə verilən bir dənə odur ki, Şirvan dağıntıdan xilas oldu yazılıb. Bax, bir dənə bunu yazıb. Biz isə bundan əlavə yaza bilərik ki, İbrahim Teymurla görüşməsi mənbədə verilməyin iki nəticəsi. Məsələn, yaza bilərik ki, Qızıl Ordunun yürüşlərinə qarşı müttəfiq tapdı. Sonra yaza bilərik ki, məsələn, Terek və Ankara döyüşündə, yəni 1395-1402-ci illərdə Teymurla birlikdə, yəni 1-ci İbrahim iştirak etdi. Həmçinin əlavə olaraq 1387-ci ildəki Toxtamışın Buxara Səmərqanda yürüşünə qarşısının alınmasında da yenə iştirak eləmişdi. Yəni belə bir neçə nəticə yaza bilərsiniz. Kanala abunə olmağı, videonu bəyənməyi, nəticələrinizi rəydə qeyd etməyi unutmayın. Sağ olun.